Isə mən elə Vətənə maddələrə xəyanət. toxunmaq istəyirəm ki, hər biri ağır və xüsusilə ağır cinayət kateqoriyasına daxildir. Təbii günahı sübut olunarsa, bəlkə hətta ömürlük həbsə qədər mümkündür bunun haqqında cəza çalınması. Hərçənd 87 yaşlı bir qocanın ömürlük həbsə məhkum olunması faktiki, yəni bu, mən bunu təsəvvür belə edə bilmirəm. Bu Bir necə 10 ola il 10 bilər? il iş versələr də ömürlükdür da onun üçün. Ya nə bilim o maddə ilə ən azı 20 il iş düşür, elə deyilmi? Bəli. Və gələk, baxın, 278-ci maddə hakimiyyəti zorla ələ keçirmə və ya zorla saxlama. Bəli. Bu dəhşətli bir maddədir. Mən belə başa düşürəm ki, Ramiz Mehdiyevin, tutaq ki də, yəni yozumu sadəcə bunun belədir də, mən başqa cür bunu yoza bilmirəm. Siyasi müxalifətlə iş birliyinə gedib Azərbaycanda iqtidara yiyələnmək niyyəti olub. Ola Belə bilər. qəbul eləmək olarmı Ola bunu? bilər. Ondan əvvəl də Ramiz Mehdiyevin o bir çox adamlarla bir əlaqələri var idi. Belə əlaqələr qurmuşdu və hakimiyyəti ələ keçirmək istəyirdi. Hətta açığı məndə olan məlumata görə o İlham Əliyevi devirib o xan həzrətlərini hakimiyyətə gətirmək haqqında planlar da vardı. Hər halda xanı o cür aldatmışdılar. Hələ o vaxtlar xan hakimiyyətdə olanda. Mən bu haqda dəfələrlə yazılarımda yazmışam və dəfələrlə çıxışlarımda demişəm. Ondan başqa digər qruplarla, məsələ deyək ki, o Kəlbəcərli prokuror vardı, Eldar Həsənovla. Bəli. Əlaqələr qurmuşdu, hakimiyyət çevrilişini. Yəni bütün hər kəsi bu işə cəlb eləmişdi. İndi təbii ki, burada hərbi strukturlar olmadan bu vəzifəni, bu missiyanı yerinə yetirmək olmazdı. Mən hesab edirəm ki, hətta burada Nəcməddin Sadıqovun da bir rolu var idi. Zaten qəsdən məsələn Tərtər hadisələrin törədilməsi, Azərbaycanın məğlub edilməsi, hətta plana görə Azərbaycanla Ermənistan arasında müharibə çıxarmaq istəyirdilər və nəticədə Azərbaycanın bir çox ərazilərini, Gəncəyə qədər olan ərazilərini o ermənilərə uduzdurub, sonra hakimiyyəti dəyişib yenidən belə deyək, o hakimiyyətə öz qüvvələrini gətirmək planları var idi. Hətta iddialara görə ki, bunlar iddialardır, təbii ki, bunlar mən o dəqiq məlumatlar deyil. Amma hər halda belə iddialar da var idi ki, Azərbaycanı o belə əməliyyatlar nəticəsində 3 yerə bölünməsindən söhbət gedirdi. Bir hissəsi o Rusa çatacaqdı, bir hissəsi İrana çatacaqdı, Naxçıvanda qalacaqdı, quru yurtda və məcburən Türkiyədə oranı Türkiyəyə götürəcəkdi. Yəni belə bir plandan söhbət gedirdi. O planın qarşısı bu 44 günlük müharibə zamanında, hətta ondan da bir müddət əvvəl bizim o Naxçıvana qarşı şəxsən mənim başlatdığım mübarizənin əsas məqsədi bu idi. Mən deyirdim ki, mənim dərdim Naxçıvanların sosial vəziyyəti deyil. Aydındır. Mənim dərdim Azərbaycanın suverenliyi və torpaq bütünlüyü. Deməli 2019-cu il oktyabrın 23-də İlham Əliyev deməli Ramiz Mehdiyevi vəzifədən azad etdi. Prezident administrasiyasının rəhbəri və icra aparatının rəhbəri vəzifəsindən. İndi mən internetdə baxdım. Deməli həmin gün məhz Heydər Əliyev ordeni ilə onu təltif etdi. Yəni Azərbaycan ən ali mükafatı olan və o deyir ki, bir çox hallarda bu ancaq xarici dövlət və hökumət başçılarına verilir. Hər kəsə verilmir. Bir növ Ramiz Mehdiyev boynuna minnət də qoydu ki, məsələn, məhz bu ordeni verirəmsə, səndən sədaqət umuram. Mən bilirəm ki, siz elmi işlərlərdə fəal məşğulsunuz, bir çox böyük elmi əsərlərin müəllifisiz. Bilirəm, sizin də istəyiniz ondan ibarətdir ki, bundan sonra elmi işlərlə məşğul olasınız. Sizin çox böyük potensialınız var və müəllifi olduğunuz kitablar çox böyük diqqətə və qiymətə layiqdir. İndi prezident onu elə belə deyib də. Onun nə kitabı var? Onun kitabı Karl Marxın, nə bilim, Leninin əsərləri ilə bağlı. Bildiyimə görə Nadir Şah haqqında da kitab yazıb. Düz deyirlər, başqaları yazıb, amma hər halda... Onun hər halda elmi əsərləri deyil. Onun elmi əsərləri kommunizmə, nə bilim, kommunist ideyasına, nə bilim, marksizmə həsr olunmuş əsərlərdir. Hə, o Nadir Şah haqqında yazdığı əsərdir, o digər əsərlər, məqalələrdir onlar. Onları da açığı, hətta adını deyirlər ki, kimlər yazır. Belə deyək, Nadir Şah haqqında kitab, bu qalınlıqadır, mən onu görmüşüm. Başa düşürəm, o məqalələri zaten bu boyda olur. Da bir dənə məqalə yazmışdı. 3 gün mən onu oxuyub qutara bilməmişdim. Qafqaz İnfoda, indi Qafqaz İnfonun əleyhinə yazılar yazır. Yəni siz Ramiz Mehdiyevi savadsız adam adlandırırsınız Heydər bəy. Mən bunu da başa düşmədim. Valla mən açığı o yazıların, o məqalələrin... Mən təhsil yolu ilə tanış olmuşam. Burada bitirib, Moskvada müdafiə edib və ilə axır və s. Ola bilər, Moskvada o məktəb oxumağa getməyib, agentlik eləməyə gedib. Agentliyin yollarını öyrənməyə gedib.
O adamın yazdığı əsərlər deyəndə mən məqalələri ilə tanış olmuşam. Məqalələri ciddi məqalələr olubdu. Amma o adamın o məqalələri yazmaq imkanları mümkün olmuyor. Çünki adam dövlət idarəçiliyində işləyibdi, həm də məqalə yazıbdı. Yəni sizcə bu ola bilərmi? Şəxsən mən məqalə yazan adamam. Mən dövlət idarə indi mən eləməmişəm dövlət idarə, amma dövlət idarə eləyəndə mütləq özdə inzibati o məsələlərlə o məşğul idi. Bütün rayonların dərdlərini, problemini. Mən bir dənə Naxçıvandan mənə şikayət gəlir. O Naxçıvandan gələn şikayətlərin ucbatından mən şeir yazmağı buraxmışam. Bu, bütün Azərbaycanın rayonlarından buna şikayətlər gəlirdi, buna təkliflər gəlirdi, hər tərəfi bu idarə eləyirdi və məqalə yazırdı. Yəni bu mümkün olan şey deyil axı. Yəni mən ən azı yazar kimi, mən ən azı qələm əhli kimi başa düşürəm ki, bu ikisini bir yerdə yürütmək mümkün deyil və üstəlik məqalələrin də biri kitab boyudaydı. Aha. Siz əminsinizmi ki, bax məsələn burada birinci maddəyə demək olar ki, yüngülvari toxunduq. Hərçənd ki, əlimizdə yenə də deyirəm bizim elə bir, yəni istintaqda olan material bizdə yoxdur. İstintaq indi sübutların toplanılması mərhələsindədir. 274-cü maddə dövlətə xəyanət. Söhbət məhz dövlətə xəyanət deyərkən də dövlətə xəyanət məhz Rusiya üzərindən xəyanət nəzərdə tutulur. İndi Niyə təbii görə ki- bunu deyirəm? Çünki Adnan Əhmədzadə ilə bu xətt gəlib ortaq nöqtə görünür ki, yəni Təbii. hər ikisi dövlətə Zaten- xəyanətdə itham olunur və hər ikisində söhbət məhz Rusiyadan gedir. Ona görə Adnan Əhmədzadənin ifadələri əsasında Ramiz Mehdiyevin həbs olunduğu deyilir. Ola bilər, mən o haqda bir şey deyə bilmərəm. Yəni çünki istintaq sirridir o. Onlar mənə bəlli deyil. Amma söhbət ondan gedir ki, Ramiz Mehdiyev, yəni iddialara görə, yenə deyirəm, bu iddialardır təbii ki, bunlar məhkəmə prosesində məlum olacaq. İddialara görə bütün bu 5-ci kolonun rəhbərliyini o eləyirdi. Yəni koordinasiya ondan asılı idi. Ona bağlı idi. 87 yaşında adam bu dərəcədə fəaldır İdir bəy. Monster kimi görünür. Buna doğrudan mən üzr diktə eləmək istəyirəm. lazımdır. Mən üzr istəyirəm. Bu adam deməli, əgər o koordinasiya edirdisə, 5-ci kolonun fəaliyyəti təkcə neft oğurluğu deyildi. Neft oğurluğu da var idi orada təbii ki. Azərbaycan sərvətlərini talamaq da var idi. Orada hərbi strukturlara insanların yerləşdirilməsi, bir çox cinayətlərin törədilməsi, yeri gələndə erməniyə torpaq satılması, hər şey ora daxildir. Polislərdən tutmuş, Daxili İşlər yəni DTX-yə qədər, nədir bu, orduya qədər bütün güc strukturlarının da koordinasiyası ondan asılı idi. Yəni o təkcə bir yerə bağlı deyildi, bir şeyi idarə eləmirdi. O bütün 5-ci kolon bütün işlərini o koordinasiya eləyirdi və deyək ki, Rusiyaya özünün məruzələrini deyirdi. O indiyə qədər, indi deyirsiniz belə, Türkiyəyə getməyib, biz İrana da getməyib. Onun indiyə qədər səfər elədiyi yer ancaq Moskva olubdur. Moskvanın yetişdirdiyidir, bunu da heç özü də gizlətmir. Özünün məsələ tərcüməyi halına baxsaz görərsiniz ki, bütün elmi, indi o nə dərəcə elmidir, yenə deyirəm, onu mən bilmirəm. O bir gün bir alim olur, deməli, ağcaqanadın qanadından müdafiə edibdir. Bütün hər şey ağcaqanadla bağlıdır, akademik. Nəsə imtahan olur, bundan imtahan götürürlər, baxırlar ki, bu ağcaqanaddan başqa heç bir şey bilmir. Nəysə, buna deyirlər, yaxşı, sənə 3 dənə sual verəcəyik. Bu 3 suala cavab ver, keçirək də sən akademik adamsın. Suallardan biri pişik olur, biri it olur, biri də balıq olur. Bu başlayır danışmağa. İt ev heyvanıdır, üstündə tük. Bu daha doğrusu ağcaqanad deyəndə pitdən müdafiə edir. Pitin hər şeyini bilir. Deyir ki, it ev heyvanıdır, üstündə tük olur, tükün də üstündə bit olur və başlayır pitdən danışmağa. Deyirlər, yaxşı, keç pişiyə. Başlayır, pişik ev heyvanıdır, üstündə tük olur, yenə başlayır eyni sözləri. Deyirlər, yaxşı, keç balığa, balığın tükü olmur axı. Deyir ki, balıq su heyvanıdır, üstündə pul olur, pul olmasaydı tük olacaqdı, tükün üstündə də bit olacaqdı, başlayır yenə bitdən danışmağa. Bu adamın bütün elmi əsərləri də bit üzərində qurulub da, indi heç bir faydası olmayan elmi əsərlər. Nəysə, onu mən elm xadimlərinin o ixtiyarına buraxıram. Bu adamın bütün vəzifəsi, bütün işi gücü koordinasiya eləməkdir buradakı o 5-ci kolonun xidmətlərini. Və koordinasiya edirdisə, bura bütün strukturlar daxildir. Ordu da, məsələn, mən gözləyirəm ki, yaxın günlərdə yəqin ki, Nəcməddin Sadıqov da basacaqlar dama. Niyə? Çünki Azərbaycan artıq o cür
o 5-ci kolonu təmizləməkdən başqa çarəsi yoxdur. Hər an onlar Azərbaycana xəyanət edib, dövlət çevriş edib, orada da zaten ondan söhbət gedir. Yəni Azərbaycanda dövlət çevrilişi eləmək ehtimalından söhbət gedir. Onların hamısı cəzalandırılmadan, onların hamısı həbsə basılmadan, onlar zərərsizləşdirmədən Azərbaycan öz həqiqi müstəqilliyinə qovuşur. Artıq Ramiz Mehdiyevlə bağlı müəyyən açıqlamalar var. Deməli, Yeni Azərbaycan Partiyasının Veteranlar Şurasının sədri Arif Rəhimzadə bildirib ki, Ramiz Mehdiyev Yeni Azərbaycan Partiyasından çıxarılacaq. O nə yapın, nə də yap Veteranlar Şurasının üzvü qala bilər. Məhkum olunan insan partiyada qala bilməz. Belə bir ifadə işlədib və güya bu günlərdə, yaxınlarda əlavə deməli bununla bağlı iclas olacaq. Daha bir maraqlı məqam ondan ibarət ki, Ramiz Mehdiyevin dövlət mükafatlarından və təltiflərindən məhrum olunacağı ehtimalı var ki, yəqin ki, bunu da bir qədər gözləməliyik.